Ola bilər bu xarakteri məsələsidir, yox? Mənə çox maraqlıdır da. Adətən özümü müşahidə edirəm, görəsən burada kim daha çox xoşbəxtdir? Yaranıb yox. Qarşıdakı insan əsəbidirsə, o zaman mən necə davranım yenə? Aqressiya, ailədə aqressiya. Sən elə psixoloqun özün cəmiyyətdə olan aqressiyadan danışırıq, yoxsa ümumiyyətlə ailədə? Aqressiv insan mənə elə gəlir hər yerdə aqressivdir. Mövzu barəsində mənə tanış elə. Hamısı insanlar nə bilim belə aqressiv davranırlar bir-birlərinə. Hatta oldu ki, biri istəmədən birinə maşın sirkələrini toxundu. Üzündəki aqressiya anında hiss olunur. Mənim? Sənin yox, metroda gedir. Elə dedin ki, mən elə bir özümə götürdüm. Hər vaxtınız xeyir olsun əziz dəyərli izləyicilərimiz. Yenidən xoş gördük. Növbəti podkastımızda Zülfə xanımla yenə bir yerdəyik. Zülfə xanım, son zamanlar ictimai nəqliyyatdan çox istifadə edirdim. Məlum tıxaclara görə. Metroda, ictimai nəqliyyatda, avtobusda müşahidə edirdim. Sağ ol ki, psixoloq olaraq mənə də bir gənc bir psixoloq kimi yetişdirmirsən. Çox müşahidə edirdim ki, insanlarda pozitiv auralı, negativ auralı, ümumiyyətlə aqressiya, əsəb. Çox təəssüf ki, kənardan bir müşahidəçi kimi aqressiv insanlar daha çoxluq təşkil edirdi. İstəyirəm ki, ictimaiyyətə, cəmiyyətə də insanlara maraqlı olar bu mövzu. Bu mövzu haqqında danışaq. İnsanlarımızda bu qədər aqressiya var. Yəni sən düşünürsən ki, əsasən müşahidə və əsasən bildirirsən ki, əsəbi insanlar daha çoxdur da, yəni belə başa düşürəm. Ümumiyyətlə mənə bu canlıda da bəzən oluram, canlı yayımlarda da sual verirlər ki, əsəbiyəm, nə edin və yaxud da əsəblə bağlı müxtəlif suallar gəlir. Mən belə bildirim də, əsəb ümumiyyətlə normal bir hissdir. İlk öncə onu deyim ki, canlı insanlara hər birimiz zaman-zaman əsəbi hiss edə bilərik. Hər şeyin norması var da, təbii ki, psixologiyada normalı keçən bir hal artıq problemdir də. İndi bu mənada da problem əsəbdə deyil, əsəbi idarə edə bilməməkdədir. Yəni, insan normal olaraq yorğun ola bilər, ac ola bilər, yuxusuz ola bilər. Belə halda istərsən sinir sistemi oyaq olduğu üçün əsəbi ola bilər. Bu bağışlanan bir haldır ki, yəni normaldır da. Amma yenə də bu bizə haqq vermir ki, biz belə deyək də əsəbi olub çöldə, bayırda, cəmiyyət içində, ailədə öz aqressiyamızı başqalarına bulaşdıraq. Yəni püskürək vulkan kimi ona. Hər kəsə aqressiv cavab verməli deyilik təbii ki. Mən həmişə deyirəm ki, yəni aqressiya olanda, insan əsəbi olanda biz o əsəbin altında yatan səbəbləri araşdıraq. Yeri gəlmişkən buna bağlı olaraq bir hekayəni danışmaq istəyərdim. Deməli bir gün, səhv etmirəmsə mən bunu YouTube kanalımda bir dəfə də danışmışam, bilmirəm, mən elə gəlir danışmışam. Bir gün hindli bir müəllim öz şagirdlərindən çayın kənarından keçir və keçdiyi zaman iki bir-birinə bağıran insan görür. Müəllim çönür şagirdlərinə sual verir ki, sizcə bu insanlar bir-birinə bu qədər yaxın məsafədədirlər də, çox yaxındılar. Niyə bir-birlərinə bu qədər bağırmaq, qışqırmağa ehtiyacı duyurlar? Yaxındılar da, yəni yavaş desələr bir-birinə eşidəcəklər də. Niyə bağırmağa ehtiyacı duyurlar? Və tələbələr hərəsi öz düşündüyü kimi cavab verir və əlbəttə ki, müəllimi qane etmir. Müəllim bunu bu cür əsaslandırır ki, əziz tələbələrim, baxın, insan əsəbi olanda, əsəbi olduqları üçün onların qəlbləri bir-birindən uzaqlaşır. Yəni, qəlb uzaqlaşdıqca da biz qışqırmaq, bağırmaq məcburiyyət hiss edirik ki, o eşitsin bizi. Qəlblər bir-birindən uzaqdır axı. Ona görə də onlar qəlbləri uzaq olduğu üçün bir-birlərinin sözlərini eşidirə bilmirlər. Ona görə aqressiv olurlar. Yəni, aqressiv olmaq, əsəbi olanda insanın qəlbləri uzaqlaşar bir-birindən. Amma deyir, gəlin baxaq sevən insanlara. Sevən insanlar deyir, görürsünüz, uzaq məsafədən belə bir baxışdan, bir göz ifadəsindən nə demək istədiyini qarşı tərəf ötürür. Yəni, sevginin gücünə baxın, məsafələr nə qədər böyük olsa da qəlblər bir o qədər bağlı olur bir-birinə. Ona görə də biz əgər ki, lap ailədə olsun, işdə olsun, hansı mühitdə oluruqsa olaq. Əgər bir insan bizə aqressiv davranırsa, qışqıraraq danışırsa, sakitcə duraq, baxaq görə ki, bu insan niyə qışqırmaq məcburiyyət hiss edir? Niyə əsəbi davranır? Nə demək istəyir əslində? Mən hətta belə bir tövsiyə edirəm ki, əgər biri qarşınızda əsəbidirsə, burada iki məsələ var da. Mən əsəbi olanda necə davranım? Qarşıdakı insan əsəbidirsə, o zaman mən necə davranım yenə? İndi burada bir məsələ var ki, əgər qarşıdakı insan əsəbidirsə, qışqıraraq danışırsa, mən yaxşı olar elə bu hekayədən yola çıxaraq onu izah eləmək istəyirəm ki, sakitcə durub sadəcə onu dinləyim, görməsinə nə demək istəyir o.
Yəni onu niyə qışqırmağa vadar etməyə də? Vadar edən nədir? O niyə qışqırır? Hətta biz belə deyək də, o qışqıraraq aşağı enerji səviyyəsi deyirik də biz əsəbə. O istəyir ki, qışqıraraq bizi də o səviyyəyə çəksin. Amma biz öz təmkinimizi pozmadan biz onu yuxarı çəkə bilərik. Yəni onun qışqıraraq davranışına, danışığına biz də qışqıraraq cavab verdiksə, düşdük onun səviyyəsinə. Amma biz nə edirik? Sakit duraraq, təmkinli davranaraq deyirik ki, niyə ehtiyac yoxdur? Nə demək istəyirsən əslində? Sakit səs tonunu görəcək ki, avtomatik o da bizim səviyyəmizə qalxdı və sakitləşdi. Sakit fikrini izah eləməyə başladı. Bəli, çalışaq qəlblərimiz bir-birimizdən uzaqlaşmasın. Bu işdə də belədir, ailədə də belədir. İşi başa düşdük ki, işdir, amma ailə önəmli bir məsələdir axı. Məsələn, ailədə də görürük də qadın daim qışqırır. Məsəl üçün yoldaşı deyir ki, əsəbidir uşaqlara, kobud davranır, qışqırır, mənə kobud davranır, qışqırır. Yəni mən fikirləşməliyəm ki, axı niyə? Onu vadar eləyən səbəb nədir? Biz o niyəni düşünəndə mütləq cavabı tapacağıq. Yəni, mənlə bağlı bir məsələdirsə, demək ki, mən nələrsə etmirəm. O gözləntilər var da, kişinin qadından gözləntiləri var, qadının kişidən gözləntisi var. Və həm də əlbəttə dediyin kimi əsəbi yaradan səbəblər var. Bəli, o səbəblər də ki, təbii ki, işlə bağlıdır, ailə ilə bağlıdır, ictimaiyyətlə bağlıdır, cəmiyyətlə bağlıdır. Nə qədər aqressiv olduğumuz təqdirdə, nə qədər əsəbi olduğumuz təqdirdə yaxşı olar ki, o aqressivimizi idarə edək və qarşımızdakı insana, hindli alimin təbirincə desək, səs tonumuzu qaldırmadan, qəlbləri uzaqlaşdırmadan cavab verək və yenə də deyirəm, bu aqressiv münasibət, əsəblər aydın məsələdir. Yəni bugün əsəb faktorunu önə çıxartmaq çox misallar çəkmiyorlar, amma həqiqətən də yaxşı olar ki, qarşısındakı insana aqressiv də deyil, normal səs tonundan fikrini də izah eləməyə çalışasan, qarşındakı insanı da dinləməyi bacarasan və tövsiyəmiz də bu olardı ki, sonda. Və sonda əlbəttə ki, tövsiyə edirik ki, əziz insanlar, çalışın əsəbinizi öncə fərqində olun ki, əsəbinizin fərqində olsanız, onu idarə edə biləcəksiniz. Yəni, biz öz əsəbimizi başqalarına bulaşdırmamalıyıq. İşdə, nə bilim, çöldən gəliriksə, əsəb oluruqsa da, yəni o çöldə qoymağı bacarmalıyıq. Bəli, növbəti podkastlarımızda görüşmək ümidi ilə. Hələlik.